Deməli dostlar, bu mövzumuz nədir? Baxın, bizə bu mövzunu əslində universitetə hazırlaşanda ilk mövzular kimi keçirlər. Və biz də bunları əzbərləməli oluruq, bizə çətin gəlir, hələ heç cümlə qura bilmirik və bunları əzbərləyirik, bizə mənasızdır belə şeylər. Niyə? Çünki təəssüflər olsun ki, strukturu bilmirlər və yaxud da ki, bu şəkildə tələb olunur, bunları öyrənmək tələb olunur. Bizim vaxtda TQDK imtahanı idi, indi DİM-dirsə əgər bilmirəm. Deməli, biz isə birbaşa danışığı öyrəndiyimizə görə bizə bu advanced səviyyəsində lazım olur. Çünki biz artıq bir sözün hardan yarandığını, necə qurulduğunu falan bilmək istəyiriksə, artıq biz bunu advanced səviyyəsində başa düşməliyik ki, özümüz də bizə lazım olan əzbərləmədiyimiz hər hansı bir, məsəl üçün, feili isimə çevirə bilək və yaxud da ki, sifəti isimə çevirə bilək və yaxud da feili sifətləşdirə bilək. Burada da çox belə qrammatik xüsusi bir qayda yoxdur ki, bax bunu belə eləmək lazım. Yəni bir düstur yoxdur. Sadəcə olaraq şəkilçiləri görəcəksiniz ki, hansı şəkilçiləri artıranda nəyəsə hansı forma düzəlir. Məsələn, burada decide sözü var. Bilirsiniz ki, bu qərar verməkdir. Bura decision deyə dəyişib, bunu qərar isimləşdirmiş oluruq. Burada ki, şın şəkilçisi artırırıq. Və yaxud da describe sözü təsvir etməkdir. Description olanda təsvir olmuş olur. Yəni isimləşdirmiş oluruq həmin feili. Və yaxud da create, yaratmaqdır. Creation artıq yaradılış demək olur. Yəni, bu şın şəkilçisi feili isimləşdirən şəkilçidir və bizə isim yaradır. Ona görə siz bu tip praktikalar elədikcə bir müddət sonra baxacaqsınız ki, hansısa bir feili var, ona şın artırıb istifadə edəcəksiniz, heç bilməyəcəksiniz ki, belə bir şey var yoxsa yox. Baxıb görəcəksiniz ki, əslində var imiş. Bax, onda başa düşəcəksiniz ki, siz artıq dili tam şəkildə mənimsəmisiniz və artıq native speaker kimi başa düşürsünüz dili. Məsələn, bu Azərbaycan dilində də belədir də. Biz məsələn hansısa sözü özümüzdən qoşuruq və onu ətrafdakı hər kəs də başa düşür ki, bu sözün mənası nədir. Amma elə bir söz əslində bizim leksikonumuzda yoxdur. Sadəcə biz onu istifadə eləyə özümüzünküləşdiririk. Daha sonra sifətdən isim düzəldən orada şəkilçiləri var. ITY, NESS və yaxud da ki, ISM şəkilçiləri var. Deməli, məsələn, happy-dirsə happiness olacaq, able-dirsə ability olacaq ya da curious-dirsə curiosity olacaq, intelligent-dirsə intelligence olacaq. Bunları buradan oxuyub sizin vaxtınızı aparmaq istəmirəm. Çünki siz də bunları başa düşəndən sonra bunları əzbərləməyinizə ehtiyac qalmayacaq və bunları heç qrammatik qayda olaraq da bilməyə ehtiyacınız olmayacaq ki, hansı şəkilçini artırdım, nə düzəldir. Sadəcə ağlınıza gətirəcəksiniz ki, məsələn, ment şəkilçisi var, feildən isim düzəldir, development ağlınıza gələcək. Develop əslində qurmaqdır, development artıq olur isim. Baxın, bunları sadəcə dediyim kimi təkrarlayıb başa düşmək lazımdır. Ona görə çox belə video ilə vaxtınızı almaq istəmirəm. Ona görə bəzi videoları qısa tutmağa çalışıram. Sadəcə təkrarlayın, növbəti videoda görüşərik. Sağ olun.